Starlink Azərbaycanda fəaliyyətə başladı. Bu barədə Elon Musk X sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Pek interneti necə işləyir və qiymətlər necədir? Azərbaycanda Starlink Pek internet xidməti rəsmən istifadəyə verildi. Bu şəhərlərdən uzaq ərazilərdə yaşayanlar, zəif internet problemi ilə üzləşənlər və sürətli bağlantıya ehtiyacı olanlar üçün yeni imkanlar yaradır. Starlink'in iş prinsipi sadədir. Avadanlıq quraşdırıldıqdan sonra antena avtomatik olaraq orbitdəki peyklərə qoşulur və internet siqnalını qəbul eləyir. Bu siqnal modemdən Wi-Fi şəbəkəsi kimi yayımlanır və istənilən cihaz bu şəbəkəyə qoşula bilir. Xidmətin qiymətləri artıq bəllidir. Starlink'in standart avadanlıq dəstə 670 manat təşkil eləyir. Bundan əlavə çatdırılma üçün 50 manat, aylıq abunə haqqı isə 80 manatdan başlayır. Bu xidmət fiber optik internet və mobil şəbəkəyə ehtiyacı olmadan istənilən məkanda internet bağlantısı yaradır. Xüsusilə kəndlərdə və ucqar bölgələrdə yaşayan insanlar üçün bu ən optimal həllərdən biri ola bilər. Lakin bəzi istifadəçilər Starlink'in gəlişinin yerli provayderların qiymətlərinə təsir edəcəyini düşünür və internet bazarında dəyişikliklərin olacağını ehtimal edirlər. Sizcə Starlink Azərbaycanda geniş yayılacaqmı? Fikirlərinizi bizimlə bölüşün.